Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Aziz ve hürmetli kardeşler, ilk önce Uca Rabbimiz Allah subhanahu wa ta'ala hem senalar olsun. Bizə müvəffəqiyyət verir, dinimizi öyrənməyə, Allah məclisində oturmağa, mələklərlə bir yerdə olmağa, onun hörmətli mələkləri ilə, salihlərlə bir yerdə elm məclisində iştirak etməyə. Əziz qardaşlar, müsəlmana dünyada verilən nemətlərin içərisində ən əzəmətlisi, ən dəyərlisi odur ki, müsəlmanın Allah məclisində gəlib iştirak etməsinin müvəffəq olmasıdır. Dinini öyrənməsidir. Neçə insanlar, müsəlmanlar var ki, bundan məhrumdular və yaxud da bundan qafildirlər. Yaxud buna dəyər vermirlər. Elə cahilliyini sürürlər, davam edirlər cahillik üzərində. Amma yəni belə etmək doğru düzgün deyil. Hər bir müsəlmana vacibdir ki, dinini öyrənsin və dinini bəsirət üzərində yaşasın, elm üzərində. Dedikodu, təqlid, rəy üzərində deyil. Elm üzərində, bəsirət üzərində. Yəni Quran və sünnə öyrənilməlidir. Yəni bu Quran Allahın kitabı elə boşa-boşuna göndərilməyibdir. Bu göndərilib ki, bunu öyrənib əməl etmək üçündür. Bunu da hər bir müsəlman Allahın kitabını öyrənməlidir. Muhammed sallallahu aleyhi ve sellem sünnəsini öyrənib əməl etməlidir mütləq. Belə eləyərsə insan həm dünyada, həm də axirətdə xoşbəxt olar. Öz üzərindən zülməti götürmüş olar. Həm dünya, həm axirət zülmətini Allahın izni ilə. Əziz qardaşlar, biz İmam Tirmizi rahimehullahın Peyğəmbərin xislətləri kitabını keçirik. Bugünkü fəsildə, mövzuda 11-ci fəsildir. Müəllif deyir ki, Tirmizi rahimehullah, Bəbu mə cə fi nə'li Rasulillahi sallallahu aleyhi və səlləm. Allah Rasulü sallallahu aleyhi və səlləmin səndəli barədə varid olanlar, yəni ayaq geyimi barəsində varid olanlar. Yəni sünnədə nə varid olmuşdur Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ayaq geyimi barəsində? Çünki biz Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin xislətlərini öyrəndik, onu öyrəndik. Və elmin ikinci hissəsi də odur ki, Allahı öyrənib tanımaq, Muhammed sallallahu aleyhi və səlləmi öyrənib tanımaqdır. Sonra İslam dinini dəlilləri ilə öyrənməkdir. Və insan Muhammed sallallahu aleyhi və səlləmi öyrənəndə, tanıyanda artıq ona itayəti, sevgisi, məhəbbəti artır. Onun gətirdiklərində heç bir tərəddüd etmir. Qəlbində heç şübhə olmur. Hansı insanda o şübhə eləyən Muhammed sallallahu aleyhi ve sellem barəsində cahil olan adamdır. Onu tanımayan adamdır. Deməli, əziz qardaşlar, 75-ci rivayətdə müəllif deyir ki, Qatada rahimehullah tabinlərdən olan, deyir ki, mən Ənəs ibn Məlik radiyallahu anhudan soruşdum, Peyğəmbərin sallallahu aleyhi ve sellemin səndəli nə cür idi? Ənəs deyir ki, hər bir səndəlin iki bağı var idi. Hər bir səndəlin, Peyğəmbər sallallahu aleyhi ve sellemin ayağına geyindiyi geyimin, səndəlin, yəni ayaqqabı yox, səndəldə elə belə o yay geyimin iki bağı var idi, deyir Ənəs radiyallahu anhu. Və əziz qardaşlar, bildiyimiz kimi Ənəs radiyallahu anhu da Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə 10 il Mədinədə xidmət edibdir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem ən yaxşı vəsf eləyən və həmçinin hədis rivayətində çox hədis rivayət eləyən sırada da Ənəs ibn Məlik radiyallahu anhu. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellemə onu vəsf etməsi daha uyğundur, daha gözəl vəsf eləyir. Deməli deyir ki, bu rivayətin izahında Cəzəri deyir ki, Allah Rasulü sallallahu aleyhi ve sellemin səndəlinin iki bağı var idi. Onlardan birini baş barmağı ilə onun yanındakı barmağın arasına, digərini isə orta barmağı ilə onun yanındakı barmağın arasına keçirdərdi. Yəni bu formada, bu deyilən formada səndəli forması var idi. Necə? O bağlar necə idi? Biri baş barmağı ilə onun yanındakı olan barmağın arasına keçirdiyi bir bağ. İkinci bağ isə o biri barmaqla ondan sonraki barmağın arasına keçərək o formada Peyğəmbər sallallahu aleyhi ve sellem ayağına səndəl geyinir. Yəni ki, o qabaq tərəfində iki dənə bağı var idi. Qabaq tərəfindən eləcənə keçirdib ayağına geyinərdi. 76-cı rivayətdə İbn Abbas radiyallahu anhuma, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin əmisi oğlu, Abbasın oğlu Abdullah. Bu da həmçinin hədis rivayətində çox hədis rivayət edən sahabelərdən də əziz qardaşlar və Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin ona duası var. Allahım ona Kur'an'ı öğret diye duası var.
Yəni Quranı ən gözəl, ən geniş, ətraflı, yaxşı şərh eləyən və yaxud da təfsir eləyən sahabələrdəndir. Deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin səndəlinin hər bir tayının 2 bağı var idi. Bu səndəllərin qaytanları isə cütləşdirilmişdi. Yəni bu qaytanların hər biri cütləşdirilmiş 2 nazik qayışdan ibarət idi səndəllərin. Sonra 77-ci rəvayətdə əziz qardaşlar İsa ibn Təxman deyir ki, Ənəs ibn Məlik radiyallahu anhudan aşılandıktan sonra üzərində tük qalmamış dəridən tikilmiş hər tayının 2 bağı olan bir cüt səndəl çıxardıb bizə göstərdi. Elə bil ki, İsa ibn Təxman deyir ki, Ənəs ibn Məlik üzərində tük qalmamış, dəridən tikilmiş hər bir tayının, yəni aşılanmış 2 bağı olan bir cüt səndəl çıxardıb bizə göstərdi. Deyir ki, bu bağı Peyğəmbər sallallahu aleyhi və səlləmin səndəlləri idi. Yəni ki, Ənəs radiyallahu anh onlara göstərir. Və bu da həmçinin mənası odur ki, əziz qardaşlar, sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmdən qalan əşyaları saxlayardılar. Paltarı olsun, əmmaməsi olsun, həmçinin səndəli olsun, ayaq geyimi olsun, qabı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləm istifadə etdiyi bunu saxlayardılar. Yəni hətta o artıq istifadəsiz hala gəlsə də belə, onlar onu götürüb saxlayıb təbarrük eləyərdilər. Biz də bilirik ki, Peyğəmbərlərdən başqa, bütün Peyğəmbərlərdən başqa kimliyindən asılı olmayaraq, hər hansı bir insanın əşyası ilə, paltarı ilə, onun bədənindən ayrılan, yəni ki, tükdümü, saqqalı ilə təbarrük etmək olmaz, haramdır. Olmaz. Yalnız Muhammed sallallahu aleyhi və səlləm və digər hər hansı Peyğəmbər. Hansı ki, bəzi bidət əhli Quran-ı Kərimdə Yusuf surəsindəki qissədə keçən Yusuf əleyhissalam köynəyini göndərir ki, atasına onu aparın, atın onun üzünə, gözü açılsın. Yusuf əleyhissalam Peyğəmbər Rəsul idi. Onun o geyindiyi köynəyi aparıb, o fərqi yoxdur, atası olsun, başqası olsun, ona aparıb verməsi, yəni ki, normal bir şeydir. Çünki nəinki dedi Peyğəmbər sallallahu aleyhi ve sellem, digər Peyğəmbərlərin əşyası ilə ondan ayrılan şeylə təbarrük etmək icazəlidir və bu da şəriətdə məşrudur, olar. Amma Peyğəmbərlərdən başqa, kimliyindən asılı olmayaraq, hətta əhl-i-beyt əhli olsun, hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin övladları olsun belə, zövcələri olsun belə, onların əşyaları ilə təbarrük etmək olmaz, haramdır, bir mənalı olaraq. Bax, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem öləndən sonra insanların içərisində ən salih kim idi? Əbu Bakır, Ömər, Osman, Əli və digər birinci mərhələdə 10 nəfər ki var cənnətlə müjdələnmiş o sahabələr. Heç birindən varid olmayıbdır ki, onlar əşyaları ilə təbarrük etməsi varid olmamışdır. Həmçinin əhl-i beytindən Peyğəmbər sallallahu aleyhi ve sellem öləndən sonra qızı yaşayıbdır 6 ay. Və ondan sonra Əli radiyallahu anhu neçə il yaşayıbdır? 30 ildən çox. Yaxud 30 ilə yaxın yaşayıb. Heç biri öz əşyasıyla kiməsə də təbarrük etdirməyibdir. Nəvələri Həsən, Hüseyin və digər nəvələri. Varid olmayıbdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin övladlarından, əhl-i beytindən, xanımlarından kimsə də əşyalarından təbarrük etsinlər. Bu bir mənalı olaraq haramdır. Yalnız Peyğəmbərlər, başında Muhammed sallallahu aleyhi ve sellem və digər Peyğəmbərlər. Bir də ki, bir şey bilmək lazımdır ki, indiki bəzi yerlərdə göstərirlər Peyğəmbər sallallahu aleyhi ve sellem güya saqqalından, güya saçından, nəsə qalıbdır, güya ayaqqabısı, hardasa qalıb, bunların hamısı xurafatdır, yoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellemin indi hal-hazırdakı vəziyyətdə heç bir əşyası indiyə gəlib çatmayıbdır. Vaxtı ilə var idi. Bəli, özündən sonra bəzi xanımlarında, zövcələrində, bəzi sahabələrdə, necə ki, Ənəs radiyallahu anh və digər əhl-i beyt üzvlərində var idi. İndiyə kimi gəlib bu qalmayıbdır. Yəni, heç bir bunu subut eləyən, doğru, düzgün, səhih bir sənəd yoxdur. Hamısı xurafatdır. Bəli, əgər olsa etmək olar, amma yoxdur. Olsa etmək olar. Yəni, bu dəqiq sənədlə bilinsə ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin əşyasıdır, geyimindən olan, hətta bir hissədir, bir parçadır və yaxud da saçından, saqqalından olsun, istifadə etmək olar. Amma heç biri qalmayıb, əziz qardaşlar. Yalandan hamısı, yalandan uydurma şeylərdir. 78-ci rəvayətdə Səad ibn Əbu Səad əl-Məqburi rəvayət edir ki, bir dəfə Ubeyd ibn Cüreyc ibn Ömərə mən sənin aşılanmış və üzərində tük qalmamış dəridən səndəl geyindiyini gördüm. İbn Ömər də ona belə cavab verir. Mən Allah Resulü sallallahu aleyhi ve sellem aşılandıqdan sonra üzərində tük qalmamış dəridən səndəl geyindiyini və bu səndəlləri də dəstəmaz
səndəllərdə dəstəmaz aldığını gördüm. Elə buna görə də mən də səndəl geyinməyi xoşlayıram. Yəni ki, İbn Ömərin ayağında tabinlərdən birisi görür bunu və bunu soruşur və deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə geyinərdi o formada, onu vəsf eləyir və onda da o geyimdə də dəstəmaz alardı. Dəstəmaz alar, mən də deyir ki, belə Peyğəmbər sallallahu əleyhi və səlləm kimi geyinməyi xoşlayıram. Yəni sahabələr, əziz qardaşlar, özlərini Muhammed sallallahu əleyhi və səlləm oxşadardılar. Onu özlərini ona bənzədərdilər. İndi çox təəssüflər olsun ki, indi bəzi müsəlmanlar, yəni ki, Avropa, Qərb və yaxud da başqa müasirlik adı altında, bax belə şeylə müasirlikdir, inkişaf eləyir, dəyişmək lazımdır, irəli getmək adı altında görürsən ki, özlərini kafirlərə, din düşmənlərinə, heç özünün iman gətirdiyi, sevdiyim, canımdan da qurban olduğum dediyi Peyğəmbərinə, yox, əksinə onun Peyğəmbərinə nifrət eləyən, iman gətirməyən, uzaq düşən, düşmənçilik eləyən insanlara özünü oxşadır. Onların geyimi kimi geyinir və yaxud da ayaq geyimi olsun, bədən geyimi olsun, baş geyimi olsun və digər tərzləridir, gülüşüdür, hərəkətidir. Özlərini onlara oxşadırlar. Bu da isə olmaz, kafirlərə oxşamaq olmaz. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, "Mən təşəbbəhə bi qavmin fehuve minhum." Kim özünü bir qövmə, bir tayfaya oxşadarsa o da onlardandır. Yəni müsəlman özünü müsəlmana oxşatmalıdır. Kimi? Birinci Muhammed sallallahu əleyhi və səlləmə, sonra sahabələrə. Niyə gedib, yəni ki, hansı ki sahabələrə küfr eləyən, ondan da əvvəl öz peyğəmbərinə küfr eləyən, yəni öz valideynindən, öz əzizlərindən daha çox sevdiyi insana iman gətirməyən bir şəxsə özünü bənzədir, onu oxşatmağa çalışır, onun tərzi ilə hərəkət eləyir. Amma baxın sahabəyə, İbn Ömər kimi özünü oxşadırdı Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə. Sahabələr yolunu tutub getmək lazımdır, əziz qardaşlar. 79-cu rivayətdə Əbu Hüreyrə radiyallahu anhu rivayət edir ki, Allah Resulü sallallahu əleyhi və səlləmin səndəlinin hər tayının 2 bağı var idi. Necə ki, birinci rivayətdə də bu keçir. Yəni ki, ayaq geyimində olan o səndəlin, yəni bu yayda geyinilən, əziz qardaşlar, geyimdir, səndəl, yüngül, açıq geyimdir. Onun da 2 bağı olduğunu Əbu Hüreyrə radiyallahu anh rivayət edir və Əbu Hüreyrə də bilir ki, hədis rivayətində ən çox hədis rivayətində birinci yerdə durur. Baxmayaraq ki, Peyğəmbər sallallahu əleyhi və səlləmlə bir yerdə 3 il bir yerdə olub. Az müddətdir. Yəni başqalarına baxanda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm 23 il təbliğ eləyibdi, amma bu 3 il olubdu. Amma onu göstərir ki, elmə olan hərisliyi, öyrənməsi və hətta keçən dərsdə dedik ki, gələrdi Peyğəmbər sallallahu əleyhi və səlləm evinin qabağında yatardı, uzanardı ki, Allah Resulü sallallahu əleyhi və səlləm evindən çıxanda ilk etdiyi bəli, feili olsun, sözlə olsun, o birinci onu götürsün. O birinci onu götürsün, əzbərləsin, yadında saxlasın, o əməl eləsin, o onu öyrənsin. Yəni bu sahabələrin sünnəyə olan, Peyğəmbər sallallahu əleyhi və səlləmə olan bağlılığıdır, həmçinin elmi olan hərisliyidir, əziz qardaşlar. 80-ci rivayətdə Amr ibn Hureys radiyallahu anh deyir ki, mən Allah Resulü sallallahu əleyhi və səlləmin atlığı olan səndəllərdə namaz qıldığını görmüşəm. Yəni o səndəlin altı olan onu deyir ki, o formada yəni səndəldə namaz qıldığını sahabə rivayət edir, əziz qardaşlar. Deməli deyir, ayaqqabının altına vurulan və ya tikilən dəri, rezin və s. bu kimi şeydir, altlıq. Yəni biz bilirik, ayaqqabının altına olan o, yəni dəridən mi olur, rezindən mi olur və digər hər hansı bir materialdan olan qəsd olunur. İmam Əhmədin rivayət etdiyi hədisdə Peyğəmbərin sallallahu əleyhi və səlləmin bu altlığı səndəllərinə öz əli ilə bərkitdiyi xəbər verilir. Peyğəmbər sallallahu əleyhi və səlləm öz səndəlini özü belə deyək ki, təmir eləyərdi, özü bərkidərdi. Yəni yararsız hala düşəndə o özü onu düzəldərdi. Urva ibn Zübeyr rivayət edir ki, Ayşə radiyallahu anhə Peyğəmbər Ayşədə rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm evdə nə iş görürdü deyə soruşulduqda o belə cavab verərdi. Yəni insanlar gəlib soruşanda ki, bəzi adamlar ki, Ayşədən Peyğəmbər sallallahu əleyhi və səlləm evdə olanda nə iş görərdi? Bəzi insanlara maraqlıdır da Allahın peyğəmbəri evdə nə iş görərdi? Evdədir, gəlib insan namazdan gəlib və yaxud da evdə nə iş görərdi? Yəni Ayşə radiyallahu anhə deyərdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm paltarını özü tikər, səndəllərini altlığı vurar və kişinin öz evində gördüyü işləri görərdi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin əməli bu idi ki, yəni paltarını özü tikər, yəni sökülərsə, süzülərsə də, yəni ki, özü tikərdi, səndəllərinin altlığını özü vurardı və həmçində kişinin evdə görəcəyi işlər ki, kişi işləri ki var, onu Peyğəmbər sallallahu əleyhi və səlləm özü eləyərdi. Həmçində əziz qardaşlar elə bil ki,
Peyğəmbər sallallahu əleyhi və səlləm evində xanımlarına da köməklik, necə ki, rivayətlərdə gəlib ki, köməklik göstərərdi bəzi ev işlərində. Bu da yəni ər-arvadın bir-birinə olan mehribançılığı, həmçində bir-birinə olan dəstəyidir, yardımıdır ki, kişi bəzən öz xanımına evdə işlərə kömək etməsi müstəhəbdir. Deyir ki, döşəməsi, xalça, palaz və s. bu kimi döşəmələr olan yerdə ayaqqabı ilə namaz qılmaq bəyənilmir. Yəni, indi müasir vaxtda biz bilirik ki, məscidlərə xalça salınır. Üstünə yəni palaz mı qoyulub, çərgidilən palaz qoyulub, xalçalar qoyulubdur, yəni pol vurulubdur. İndi ora ayaqqabı ilə girilməsi artıq indi düzgün deyil. Düzgün deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında necə idi? Məscidin içi ya çınqıl daşlardan idi, xır, və yaxud da ki, həsirdən idi. Həsirdən idi. Elə bir ki, o istər-istəməz tozu udur və ona görə yəni elə onlar girirdilər ayaq geyimi ilə. Hətta ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, sizdən biri məscidə gələndə qaldırsın ayaqqabısının altına baxsın. Baxsın, görsə əgər nəcasət, əziyyət verən bir şey varsa, onu 3 dəfə yerə sürtsün. Ondan sonra girsin məscidə. Amma indi artıq müasir vaxtı, bu da Allah nemətidir əziz qardaşlar. İçəri girsən, təmiz xalçadır. Yəni onda insan, yəni ki, ayağında olan ayaqqabını çıxardır. Yəni ayaqqabısız girir məscidə ibadətini eləyir. Deyir ki, lakin imkan daxilində münasib yerlərdə bu sünnəni tətbiq etmək Peyğəmbərin sallallahu əleyhi və səlləm Peyğəmbərin sallallahu əleyhi və səlləmə riayət etmək deməkdir. Yəni sünnəsinə riayət etmək deməkdir. Bu xüsusda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurmuşdur ki, ayaqqabılarınızda namaz qılın demişdir. Yəni ayaqqabıda namaz qılmaq lazımdır. Bəzən görürsən ki, indi yəni çöldəsən, elə bir yerə gedirsənsə, yəni elə imkan, elə şərait elə odur. Elə insan ehtiyac yoxdur ki, ayaqqabısını çıxartsın. İndi əlhamdülillah ki, bəzən bizim qardaşlar buna riayət edirlər bu sünnəni. Yəni elə çöllükdə görürsən ki, bəzən sıxlıq mı olur və yaxud da ki, yəni insanın ayağını qabağına salıb namaz qılmağa bir şey gödək olur, ya balaca olur belə bir şey. O halda ya paltarını salır qılır, o halda ayaqqabıda qılır. İnsan ayaqqabıda namazını qılır. Elə bu da sünnəni yerinə yetirmiş kimi olur əziz qardaşlar. 81-ci rivayətdə bu Hüreyrə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurmuşdur. Heç biriniz səndəlinin ancaq bir tayını geyinib gəzməsin. Ya ikisini geyinsin, ya da ki, ikisini də çıxartsın. Yəni bir tayı ilə geyinib gəzmək olmaz. Bu əziz qardaşlar, səbəbi nədir? Səbəb odur ki, dinimiz, İslam dini əziz qardaşlar, ədalət dinidir. Ədalətli. İnsan öz bədən əzalarına belə ədalətli rəftar etməlidir. Bu təkcə belə deyil. İnsan nəinki tək ayaqqabı, hətta o bir tərəfi kölgə, bir tərəfi günəş olan ki, insan oturur bir yerdə oturursan. Onda da olmaz. Yəni bədəninin bir tərəfinə kölgə düşür, bir tərəfi günəşdə olmaz. Ya kölgədə oturursan, ya da ki, günəşdə oturursan. Eləcənə də ayaqqabı da onu kimidir. O yəni ki, insan öz bədəninə də əziz qardaşlar əziyyət verməmə ədalətli o. Həmçinin buna da daxildir başın qırxılması. Bir tərəfini başın keçəl eləyib, bir tərəfini isə buraxmaq. Yəni onda olmaz. Yəni bu hansı ki, xüsusən də bu üç şey biz bilirik. Çox qardaşlar bunu bilirik ki, bir tay ayaqqabıda gəzmək olmaz. Həmçinin yəni yarı kölgə, yarı günəşlidə oturmaq olmaz. Həmçində başın bir hissəsini keçəl qırxıb, digər hissəsini də külü buraxmaq da olmaz. Bu da insanın həm başına ədalətli rəftar etməlisi. Yəni ki, təkcə insan digər insanlara qarşı deyil. Bəli, müsəlman daim ədalətli olmalıdır. Ədalətli də rəftar etmə. Həmçinin də ona verilən əzaları əmanətdir. O əzalara görə də insan necə rəftar etmə, ədalətli rəftar etməlidir. Geyimidir, ayaq geyimidir, fikir verin, başıdır və həmçinin də oturanda və yaxud da duranda yarı günəşdə, yarı kölgədə durmamalıdır. Ya durursan bir dəfəni günəşdə durur, ya da ki, kölgədə durursan, belə etmək lazımdır. Yəni, fikir vermək lazımdır ki, əziz qardaşlar, diqqət yetirmək lazımdır ki, dinimiz hətta buna qədər diqqət yetirmişdir. Buna qədər diqqət yetirmişdir. İnsan öz bədəninə qarşı belə necə ədalətli rəftar etməlidir, buna qədər dinimiz bizə bildirmişdir, əziz qardaşlar. Yəni, necə ki, Əbu Darda radiyallahu anh deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ölüb gedəndə bizi elə bir mənhəc, elə bir sünnə üzərində qoydu getdi ki, gecəsi gündüz kimi aydın idi. Yəni, çaşbaşlıq içində yox. Yəni, qaranlıq, zülmət içində yox. Gecəsi də gündüz kimi idi, aydın. Yəni, dinimiz belə asan, rahat,
adil və ədalətlidir əziz qardaşlar. Həmçinin rəhimlidir. 83-cü rivayətdə Cabir radiyallahu anhu rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm kişiyə, yəni insana sol əli ilə yeməyi, ha belə səndəlin bir tayını geyinib gəzməyi qadağan etmişdir. Deməli deyir ki, digər hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur ki, sizdən heç biriniz sol əli ilə yeməsin və sol əli ilə də içməsin. Sol əli ilə yemək, içmək olmaz əziz qardaşlar, haramdır. İnsan, müsəlman şəxs, qadir olan şəxs, hətta vərdiş etsə də belə bu vərdişi tərk etmək lazımdır. Çünki şeytan Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sol əli ilə yer içər. İnsan vərdiş edirsə bu pis vərdişi tərk etməlidir. Bu pis vərdişdir. Amma indi deyək ki, insanın yasaq əli işləmirsə də, yəni bu yazmağa yox, yeməyə içməyə aiddir. Amma bacarsa dəyişə bilsə, yazmağı da dəyişə bilsə gözəl olar, amma yeməyə içməyə, xüsusən yeməyə içməyə aiddir. Çünki şeytan əməlidir. Hədisin davamında deyir ki, çünki şeytan sol əli ilə yeyər və içər. Nafi də bu rivayətə əlavə eləyərək demişdir ki, sol əli ilə almasın və sol əli ilə də verməsin. Buxarın Ədəbül Mufrad kitabında gəlir ki, insan alanda da, verəndə də, xüsusən yaxşılıq eləyəndə, yəni ki, onda da, yəni ki, sol əli ilə alış-veriş etməsin. Başqa bir hədisdə isə Saləmə ibn Əqva radiyallahu anh rivayət edir ki, bir kişi Peyğəmbərin sallallahu əleyhi və səlləmin yanında sol əli ilə yemək yeyərkən Peyğəmbər sallallahu əleyhi və səlləm ona sağ əlinlə ye dedi. Adam istehza ilə bacarmıram dedi. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, heç səni bacarmayasan deyə bəddua elədi ona. Sonra deyir bu adam sağ əli ilə yeməyə, yəni ki deyir ki, onu deyir o adama sağ əli ilə yemək yeməyə mane olan təkəbbürlüyü idi. Sonra Sələmə ibn Əqva radiyallahu anh deyir ki, bundan sonra həmin adamın sağ əlini ağzına apara bilmir deyir. Həmin əli deyir iflic olmuşdu. Yəni qurulmuşdu elə bir ki, adam elə bir təkəbbürlüyündən, istehza ilə belə dediyinə görə insan gərək Peyğəmbər sallallahu əleyhi və səlləmin əmrinə tabe olsun, istehza etməsin və əmrindən boyun qaçırmasın. Deyə bunun hikməti belə izah edilmişdir. Birincisi belə etməmək lazımdır ki, müsəlman şeytana oxşamasın. Yəni, çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir axı, deyir ki, sol əli ilə yeməyin, çünki sol əli ilə yemək şeytan sol əli ilə yeyir. Yəni insan şeytana gərək oxşamamalıdır. Əbu Hüreyrə radiyallahu anh rivayət etdiyi hədisdə deyir ki, şeytan bir tay ayaqqabı ilə gəzir. Təsəvvürlə. Ona görə bax, həm sol əli ilə yeyir, həmçində bir tay ayaqqabı ilə gəzir deyir. İkincisi belə etməmək lazımdır ki, bədənə zülm olmasın. Həmçində əziyyətdir, çətindir elə. Belə ki, bir tay ayaqqabıda yeridikdə çılpaq ayağa əziyyət vermiş oluruq deyir. İslam şəriəti bədənə əziyyət verməyi qadağan etmişdir. Bu xüsusda İbn Qayyim rahimehullah deyir ki, Şeyxülislam İbn Teymiyədən soruşdum, belə dedi. Bu Allahın və onun Rəsulunun sallallahu əleyhi və səlləmə adillik baxımından məhəbbətinin kamilliyindəndir. Belə ki, Allah insana hər bir işdə, hətta öz vücudu ilə belə ədalətli rəftar etməyə əmr etmişdir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm başın bir hissəsini qırxıb, bir hissəsini saxlamağı qadağan etmişdir. Belə ki, başın bir hissəsində tük saxlayıb, digər hissəsini qırxmaq, başa zülm etməkdir. Bunun bənzəri yarı günəşdə, yarı kölgədə oturmaqdır. Bu da bədənə zülm etməkdir. Ha belə bir tay ayaqqabıda gəzmək də ayağa əziyyətdir. Odur ki, ayaqqabıların ya ikisini geyinirsən, ya da ikisini də soyunursan, ya ayaqyalın olursan, ya da ki, ayağın ikisində geyinirsən. 85-ci rivayətdə Ayşə radiyallahu anh'a deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləmin ayaqqabılarını geyindikdə, saçını daradıqda və soyunduqda bacardığı qədər sağdan başlamağı xoşlayardı. Və həmçinin əziz qardaşlar, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsidir ki, ayaqqabı barədə olan təkcə geyimin özü yox, bu ayaqqabını geyinəndə belə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sağ ayağı ilə başlayardı. Necə ki, bunun elə, yəni izahı ki, Peyğəmbər, necə ki, Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dəst namazında, geyimində, saçını başını daradıqda sağdan başlamağı xoşlayardı. Ona görə insan, müsəlman gərək özünü əziz qardaşlar, Muhammed sallallahu əleyhi və səlləmə oxşatsın. Bu, insanın geyimindən başqa həmçində tərzidir. Bu geyimi necə istifadə etməsidir. Belə şeyə kimi fikir vermək, əziz qardaşlar, insanın sünnəyə olan tabiçiliyinin möhkəmliyinə dəlalət eləyir. İnsan deyə bilər ki, bu dərəcədə xırdaçılıq, bəli. Sən onu göstərir ki, sən sünnəni sevirsən və bu dərəcədə araşdırıb və çalışırsan ki, bu qədər də dərinliyə, bu ifrat deyil, bu dərinliyə nə? Çünki bu varid olmuşdur. Bunda xeyir vardır.
Bu dərəcədə də insan tabiçiliyini çalışıb sünnəyə göstərməlidir. Həmçində Peyğəmbər sallallahu əleyhi və səlləm olan sevgisindən irəli gəlir insanın. Sevir ki, bilir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm elə eləyib, mən də belə eləyəcəm deyir. Bəli. 86-cı rivayət Əbu Hüreyrə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləmin səndəlinin hər tayının 2 bağı var idi. Əbu Bakrın, Ömərin də səndəlləri də belə idi. İlk dəfə səndəllərinə bir bağ vuran Osman radiyallahu anhu olmuşdur. Yəni, bu rivayət zəifdir, amma yəni ki, burada deyir ki, bu hədisin isnadında olan Abdurrahman ibn Qeys tərk olunmuş zəif ravilərdəndir. Ona görə bu rivayət zəifdir. Burada elə bil ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin geyimi kimi Əbu Bakr Ömər deyilibdir. Yəni ilk dəfə bir bağ vuran Osman radiyallahu anh olmuşdu deyir. Amma yəni əziz qardaşlar, insan dediyi axı paltar məsələsi, ayaqqabı məsələsi əsli nədir paltardaşı kimi? Ayağa geyinilən də əziz qardaşlar halaldır əsli. Əsl halaldır. Necə ki deyir, İmam Tirmizi səndəllərin nə cür olduğunu və ona dair hökmləri xəbər verən hədisləri bu elə bir ki, fəsildə varid eləyibdir. Deyir, səndələ gəlincə qeyd etmək lazımdır ki, bunun da hökmü libasın hökmü kimidir. Yəni, adam istədiyi səndəli, istədiyi ayaqqabını geyinə bilər. Bir şərtlə ki, geyim kafirlərə məxsus olmasın, səndəl olsun və yaxud da ki, bəli. Yaxud murdar dəridən hazırlanmış olmasın, şəriətə müxalif olan geyim olmasın. Yəni, kafirlərə oxşamasın və o geyindiyi murdar dəri, yəni, məsələn, it dərisindən deyildilər bir vaxtı. Donuz dərisidir, it dərisindən aşılansa da belə o paltarı geymək olmaz. Həmçində ayaqqabını, ayaq geyimində olmaz, geymək olmaz. Yəni ki, insan kafirlərə oxşamasın və o murdar olan geyimləri də geyməsin. Amma yəni yaşadığı yerdə normal qaydada geyimləri insan ayağına da ayaq geyimidir, bədəninə də paltarları geyinə bilər. İnşallah Allahın izniyle heç bir problem yoxdur. Dinimiz əlhamdülillah ki, bu barədə bizə genişlik verib, rahatçılıq veribdir. Amma kim istəyir ki, elə bu xüsusda da xüsusən deyək ki, səndəllərin forması məsələsində də istəyir ki, özünü Allah Resulü sallallahu aleyhi ve sellemə oxşatmağa nə gözəl, bacarırsa da o formada ayaqqabını xüsusi tikdirib o formada geymək istəyirsə də yəni ki, gözəldir. Amma yəni buna məcbur deyil. Bildiyimiz kimi o bəzi geyimlər ki var, Peyğəmbər sallallahu aleyhi ve sellem o geyimləri geyinibdir. O qövmünə xas olduğuna görə Peyğəmbər sallallahu aleyhi ve sellem də o saç məsələsində də, saçın uzadılması məsələsində də biz danışmışdıq ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o qövmün içində olduğuna görə onlara müxalif olmayıbdır. Nə qədər ki, yəni Allah ona nəyisə də qadağan etməyibdir. Hansı ki, öz o qövmündəki kimi olan ki var, insanlarla seçilməsin, o formada Peyğəmbər sallallahu aleyhi ve sellem etmişdi. Amma yəni şəriətə müxalif olan şeyləri Peyğəmbər sallallahu aleyhi ve sellem həm özünə, həmçində sahabələrinə qadağan etmişdi. Və müsəlman da çalışıb sünnədə varid olanları, gələnləri, səhih olanlara əməl etməlidir əziz qardaşlar. Bundan kifayətlənən Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalanmadan etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harada olursa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu aleyhi nəbiyyinə Muhammedin və alə alihi və ashabihi əcmain. Subhanəkallahumma bihamdik. Əşhədü ən la ilahe illə ent, əstəğfiruka və ətubu ileyk.